Çox maraqlı bir sərgi ilə sizə tanış etmək istədik. Bəlkə də izləyicilərimiz arasında Rəşad artıq sərgidə iştirak edənlər var. Xəbəri olmayanlar üçün diqqətinizə çatdıraq ki, aprel ayının 1-nədək çox maraqlı bir sərgi keçirilir Milli Xalça Muzeyində. Min naxış bir çul üstündə sərgisindən söhbət gedir. Özə Respublikamızın müxtəlif güşələrdə hazırlanmış, Bakı olsun, Qarabağımızda olsun, Şirvanımızda olsun xalça nümunələri, əl işləri təqdim olunur bura. Yaxşı olardı ki, elə qonağımızın dilindən tam təfsilatı ilə bu informasiyanı eşidək. Qonağımız isə Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikəvadır. Sabahınız xeyir olsun. Xeyir olsun Əminə xanım, xoş Sabahınız xeyir olsun. Salamlayıram sizi, hörmətli tamaşaçılarımızı. Bu gözəl yaz, mart günündə sizi görməyimə çox şadam və sizin studiyanızda olmaq çox xoşdur. Xoş gəldiniz. Təşəkkür edirəm dəvətin. Bəli, siz dediyiniz kimi mart ayının 1-dən aprel ayının 1-nədək Azərbaycan Milli Xalça Muzeyində yeni bir sərgi nümayiş olunur. Bir çul üstündə min naxış. Elə bu sərginin adından bəllidir ki, burada çullar bizim kolleksiyalarımızda illərlə qorunub saxlanılan maraqlı, unikal, mən deyərdim 18-ci, 19-cu, hətta 20-ci əsrin əvvəllərinə aid olan müxtəlif çullardır. Ümumiyyətlə, çul nədir? Orada xovsuz və xovlu çullar var. Bu bir halça məmulatıdır və adətən yük daşıyıcı heyvanların üzərinə çullar Bir çulladıq, heyvanları çulladıq, dəvələri, atları. Bəli, bəli, adətən burada dəvə, öküz, at və digər yük daşıyıcı heyvanların üzərinə atılan bir çuldur. Mən çox istəyərdim ki, bizim hörmətli tamaşaçılar məsələ öz ailələri ilə, dostları ilə muzeyə buyursunlar. Bu bir fürsətdir ki, bu sərgini görsünlər və muzeydə digər sərgilər də var. Həftənin birinci günlərini istisna olmaqla muzey hər gün açıq olacaq və buyurun gəlin. Burada çul sərgisi ilk dəfədir nümayiş olunur. Burada 25 ədəd, siz dediyiniz kimi, bizim müxtəlif regionlara aid olan çullar var. Maraqlı naxışları var bu çulların. Hamısı da bir-birindən fərqlənir Əminə xanım, sözünüzə qüvvət. Məsələ bu bölgələrin təbiətindən, relyefindən irəli gəlir ki, xalçaçılıq nümunələri necə fərqlənirsə, çul nümunələri də fərqlənir. Əlbəttə ki, onların rəng çalarları fərqlidir, dövrünə aid olan naxışlar da fərqlidir, regionlardan asılıdır burada rəng çalarları və s. Coğrafi ərazi var. Və bəli, onların ölçüləri də fərqlidir. Yəni, Azərbaycan xalqı o qədər gözəlliyi sevən bir xalqdır. Biz hər zaman özümüzü bəzəyirik, evimizi bəzəyirik və hətta bizim həyatımızın ayrılmaz bir hissəsi olan bizim məişətimizdə müəyyən bir funksiya daşıyan heyvanlar var ki, onları da hər zaman əsrlər boyu Azərbaycan xalqı bəzəyib. Burada iki funksiya mən deyərdim. Biri, məsəl üçün, qış aylarında bu heyvanı isti saxlamaq üçün, onu isidmək üçün bu çullardan istifadə ediblər. Digər tərəfi, əlbəttə ki, bu xalça məmulatı öz gözəlliyi ilə bir bəzəkdir və adətən bizim gözəl adət-ənələrimiz var ki, burada çullardan istifadə eləyib. Məsəl üçün, hansısa bir gənc qız yeni evinə köçəndə, yəni onun cehizi, məsələ bu çullarda, heyvanın üzərində bir neçə çul var ki, bayramlarda olur. Bəli, bayramlarda insanlar bayramlaşaraq bir-birinin evinə gedəndə, hədiyyələr gətirəndə, məsələ bu, bilirsiniz. Əminə xanım, heybə də bura daxildir. Heybə yox, burada heybə yoxdur. Amma heybə çulların üzərində heybə ola bilər, əlbəttə ki. Heybə və xurcun ola bilər çulların üzərində. Ölçülərinə görə. Bəli, amma bu sərgidə məhz çullar, ilk dəfədir dediyim kimi, biz fikirləşdik ki, çulları göstərək və çox böyük marağa da səbəb oldu. Burada müxtəlif dövrlərə aid olan foto şəkillər də var. Yəni, bugün biz nəqliyyat vasitələrindən istifadə edirik, amma 100 il bundan əvvəl əlbəttə ki, bu funksiyanı heyvanlar daşıyıblar. Tarixi keçmişimizdir. Mənə elə gəlir ki, ən sərginin ümdə məqsədi bundan ibarət ki, insanlar o keçmiş tarixə qayıtsınlar, tariximizi bilsinlər və bugün bu ideyadan, daha doğrusu bu təqdim olunan əl işlərindən yeni bir ideya yarana bilər.
Əlbəttə ki, yarana bilər. Biz hər zaman yaradıcı insanları, dizaynerləri də xüsusən biz dəvət edirik muzeyə. Biz hər zaman onlarla çalışmağa hazırıq. Çünki yəni, biz adətən deyirik ki, xalçalarımıza bir genetik bir kod var və bizim əcdadlarımızdan bugünə bizə bir mesaj var və o mesajı oxumaq lazımdır mütləq və ola bilər ki, hər bir istedadlı insan, bizim gənclərimiz maşallah olsun, o qədər istedadlıdırlar müxtəlif sahələrdə. Yəni, müəyyən suallara burada cavablar tapmaq olar. Hətta bu sərgidə 25 çulun arasında bir neçə çul var ki, onlar çox iri həcmli çullardır və onlar əzəmətli bir heyvan olan dəvə üzərinə asılardır və orada hətta dəvə naxışları da var. Çox Belə az öncə maraqlıdır. ekranda gördük o çulu. Bəli, buyurun. Ya, dediyim kimi, buyurun muzeyə gəlin, mütləq maariflənin. Əminə xanım, yer gəlmişkən bu əsərlərin arasında Təbriz Miniatür Məktəbinə əsaslanan gözəl çullardan da istəyirəm ki, siz söhbət eləyəsiniz. Orada da bu Təbriz özünə xas naxışları mı deyim, ilmələri mi deyim, gözəllikləri mi deyim, onunla çox fərqlənir, çox seçilir. Çünki 15-ci, 16-cı əsrlərə aid olan o siz dediyiniz Təbriz miniatürlarda əlbəttə ki, xalça, Azərbaycan xalçası, Azərbaycan xalça məmulatları var və orada əlbəttə ki, o dediyim kimi dəvələrin üzərində çullar var. Və bugün o sizin verdiyiniz suala cavab olaraq niyə görə də yox, bu bir dəbə yenə də çevrilə bilər və biz yenə də deyirəm, müasir bizim rəssamları dəvət edirik və onlar bizim 18-ci, 19-cu əsrə aid olan o çullardan bəhrələnərək, onlardan ilham alaraq, onlar stilizə şəkildə müasir çullar da bugün əlbəttə ki, toxuna bilər. Bildiyiniz kimi, Azərbaycan Milli Xalça Muzeyində ənənəvi texnologiya şöbəsi fəaliyyət göstərir və burada 14 yüksək peşəkarlığına malik olan toxucularımız var ki, onlar bugün bu gözəl bizim qədim xalçaçılıq sənətimizi yaşadan kəslərdir və onlarla da əlbəttə ki, əməkdaşlıq qurmaq olar. Əminə xanım, belə bir sual məni maraqlandırır. Biraz mövzumuzdan kənar da olsa, hələ hazır siz buradaykən, bu xalça məmulatlarından biz danışırıqsa, yəni o illərin bir növ dəbini mi deyək, indi belə bir termin düşüb də ağzımıza, trendini mi deyək, özündə əks etdirən bir növ informasiyadır da o əsrlərdən, o illərdən. Bəzən olur ki, siz axtarıb, araşdırırsınız, ya insanlar sizə təqdim edirlər, onun bərpası ilə məşğul olursunuz. Və bəzən də olur ki, söylədiyiniz ustalar o illərə əsaslanaraq, tutaq ki, 15-ci, 16-cı əsrdə olan əsərləri yenidən canlandırırlar. Bu, məncə, daha fərqli bir görüntü olur. Bərpa öz yerində, amma yenidən bunların, ustaların əl işindən çıxması necə bilirsiniz? Çox sağ olun. Bəli, çox sağ olun sualınıza görə. Yeri gəlmişkən mən bunu da tamaşaçılarımızın diqqətinə çatdırmaq istəyərdim ki, bugün bizim muzeyimiz üçün çox önəmli bir gündür. Çünki 1967-ci ildə, məsələn, günün bu tarixində, 13 mart tarixində Nazirlər Kabinetinin qərarı ilə ilk dəfə olaraq Azərbaycanda Xalça Muzeyi yaradıldı və o, indi hamımız artıq bilirik ki, çox sağ olun, dünyanın ilk ixtisaslaşdırılmış Xalça Muzeyidir ki, dünyada. Ona görə bu bizim qürur səbəbimizdir və biz çox fəxr eləyirik ki, məhz ilk Xalça Muzeyi məsələ Azərbaycanda yaradılmışdır. Onun da banisi öz vaxtının, öz çox görkəmli, dünyaca məşhur olan xalçaçı rəssam Lətif Kərimov idi. Ümumiyyətlə, ideya ona məhsus idi və bugün Azərbaycan Milli Xalça Muzeyinin fondlarında, ekspozisiyalarında ən böyük xalça, Azərbaycan xalçası kolleksiyası mövcuddur ki, əlbəttə ki, onların arasında çox qədim xalçalar var ki, onlar etməyə mümkün deyil. Amma bu xalçalardan biz adətən bir örnək kimi istifadə edirik və ənənəvi texnologiyalar şöbəsində məsələn bunların yenidən toxunuşu icra olunur. Yəni, hərdən bizə belə xalçalar gətirirlər ki, hansısa müəyyən konservasiyadan uzaq olan məmulat, bəlkə onların qorunuşu o qədər də düz olmamışdı. Çünki yəni, hər bir xalçanın öz taleyi var və xalça da müxtəlif yerlərdə ola bilər və əlbəttə ki, xalça da bir orqanik bir məhsuldur, bu təbii bir məhsuldur və ümumiyyətlə hətta hava, ümumiyyətlə müəyyən iqlim də ona əlbəttə ki, təsir edə bilər. Və hərdən dediyim kimi,
əhali tərəfindən bizə çox nadir nümunələr gətirilir, xalça nümunəsi, amma təəssüflər olsun ki, yararsız bir halda. O halda, dediyim kimi, biz onu naxışına görə, yəni öz müəyyən rənglərinə görə biz onu qəbul edirik əhalidən və çalışırıq, əgər o maraq doğurursa, elmi tərəfdən biz əlbəttə ki, çalışırıq ki, onun replikasını toxuyaq, ya onun təzə bir variantını Yəni toxuyaq. o xalça bugün toxunsaydı belə olardı. Bəli. Bax, bu fikirlə. Əlbəttə. Çox yaxşı Əslində o bir texnologiyanın inkişafı da müəyyən mənada işinizi asanlaşdırır. Əlbəttə ki, bugün hətta sünni intellektə də Bəli, biz müraciət edirik. Hal-hazırda bizim muzeyimizin 3-cü mərtəbəsində bilirsiniz ki, mən hətta bu studiyada artıq danışmışam bu haqda. Amma yenə də bu sərgi davam edir. Yenə də təkrar etmək istəyirəm ki, unikal bir sərgi nümayiş olunur. Azərbaycan xalçasının ehtişamı 18-ci, 17-ci, 18-ci əsrlərə aid olan Səfəvi xalçaları nümayiş olunur. Və onların arasında məhz 17-ci əsrin əvvəlinə aid olan bir neçə xalça var və unikal bir xalçadır. Öz ölçüsünə görə, həcminə görə onlara saray xalçaları deyirlər. Çünki bunlar adi otaqlar üçün, evlər üçün yox, saraylar üçün. Bu Şeyx Səfi xalçası qədər ən azından o ölçülərdə. Hətta ondan da böyüdü var. Bəli. Ona görə yəni dəyər bu sərgiyə gəlib baxmağa. Və dediyim kimi Amerikada yaşayan Jim Dixon bir kolleksiyaçı var idi. Onun kolleksiyasında bir neçə xalça gətirilib bugün Bakıya. Və çox təəssüf ki, onların qorunuşu o qədər də düz deyildi. Jim Dixon, siz təsəvvür edin, bu xalçalara görə böyük bir ev almışdı o vaxt Los Angeles'da və onun tavanı haradasa bir 8 metrədən çox idi və o xalçaları sadəcə oradan asmışdı, yəni açıq havada. Və ona görə də bu xalçalar bugün biz onlara baxanda, bu Amir Özkübünün bugün kolleksiyası ona məhsusdur. Yeri gəlmişkən bizim studiyamızda qonaqlıqda olur. Bəli, biz burada olmuşuq və dediyim kimi Amir Özkübü özü xalçanın bərpası ilə məşğuldur və bacardığı qədər bu xalçaları konservasiya edib. Amma yenə də bugün biz onlardan bir örnək kimi istifadə edə bilərik. Ona görə dediyim kimi, xüsusən də tələbələr, gənc xalçaçı rəssamlar, yəni onları hər zaman biz hazırıq köməklik etməyə ki, onlar nəsə kəşf etsinlər bu xalçaların əsasında. Bir reallıq da var ki, Azərbaycan Milli Xalça Muzeyi bugün turistlərin ən çox baş çəkdiyi muzeylərimizdən biridir. Biz sevinirik, istər daxilində təqdim olunan kolleksiyalar olsun, qədim xalçalarımız olsun, diqqət çəkdiyi qədər onun xarici görünüşü də paytaxt Bakının elə gözəl mərkəzində yerləşir ki, hər zaman belə onun turistlərin şəkillərini görürük. Xalça muzeyi özü insanı cəlb edir, o xarici görkəmi. Bu bir memarlıq, bu bir memarlıq incisidir, nümunəsidir ki, Bakımızın müasir simvollarının birinə çevrilib. Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Xalça Muzeyi. Özü beynəlxalq muğam mərkəzi ilə üz bölür. Əlbəttə ki, və tez-tez bizə, yəni bilirsiniz ki, yəqin bunu məşhur dünyaca Avstriyalı memar Frans Yans tərəfindən beynəlxalq müsabiqədə iştirak edən memar inşa edib bu binanı və mən çox tez-tez müşahidə edirəm ki, nəinki xalçaçılıq sənəti ilə maraqlanan, hətta gənc memarlar da çox tez-tez dünyanın bütün ölkələrindən bizə təşrif buyurur və belə sual var ki, yəni belə dairəvi bir binanı xalçanın ekspozisiyalarında xalça necə nümayiş olunur? Yəni bu sual da çox maraqlıdır və bizi sevindirən odur ki, çoxlu uşaqlar gəlir bizim muzeylərə. Hər gün bizim uşaq şöbəsi tərəfindən ustad dərsləri keçirilir və yeri gəlmişkən onu da demək istəyərdim ki, Novruz bayram günlərində Novruz bayramına aid olan maraqlı ustad dərsləri keçəcək uşaqların, yəni müxtəlif yaş təbəqələri üçün. Ona görə uşaqlarınızı da götürüb muzeyə gələ bilərsiniz. Bəli, onların inkişafı üçün bu mütləqdir muzeylərə ziyarət. Mart ayının 20-sindən etibarən isə rəsmi olaraq bayram tətili başlayacaq. Ona görə yolunuzu mütləq Milli Xalça Muzeyindən salın.
Bəli, tamaşaçılarımız, xatırladaq ki, qonağımız Azərbaycan Milli Xalça Muzeyinin direktoru, eləcə də sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova idi. Əminə xanımdan gəldi bu çağırış. Çox gözəl bir tədbir keçirilir aprelin 1-nəcən. Hələ ki, vaxtımız var. Buyurub iştirak edə bilərsiniz. Min naxış bir çul üstündə sərgisindən gedir. Hər birinizi Milli Xalça Muzeyinə dəvət edirik. Minnəttarıq bir daha Əminə xanım dəvətimizi qəbul edib gəldiyiniz üçün.